şəhidin evinə gedərək hədiyyə gətirdiklərini deyiblər. Sonra da ağıl kişinin başını qataraq evdən pul uğurlayıblar. Hadisə İsmayıllının Hacıhətəmli kənd sakini şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib. Şəhid atasının sözlərinə görə 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər. Bizi şirkətdən göndərib, sizə divan göndərib. Mənim icazəm olmadan qapını açıb, girdilər şeylə, kavravka ilə. Gətirib o deyə qızı yanına qoydu o biri pəncərəyə. Şəxslərdən biri 1-ci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə 1-ci mərtəbədən pulları uğurlayıb. Yoldaşımın kravatının yanında sumkası vardı. Sumkanı götürdüm, açdım, pul yoxdur. 2500 manat sumkadaydı. 5 manat da oradan götürdü, 2500 manat pulu götürüb getdilər. Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib. İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evindən 2500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilib və hazırda qeyd olunan şəxslərin kimliyinin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək. Rafiq Həsənov, Yusif Kərimli, Xəzər xəbər.